Diqqət! Azərbaycanda bu köhnə pulu 250 manata sata bilərsiniz. Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri olan 50 min manatlıq əskinaz bugün kolleksiyaçılar arasında yüksək qiymətə satılır. Valyutaz bu barədə trendi istinadən xəbər verir. Numizmat Fərhad Məmmədovun sözlərinə görə, əskinazın kolleksiya bazarındakı qiyməti vəziyyətinə və seriyasına görə dəyişir. Dövriyyədə olmuş nümunələr təxminən 15 və ya 20 manata, dövriyyəyə buraxılmamış və yaxşı qorunmuş nümunələr isə 140 və ya 160 manata satıla bilər. Xarici hərraclarda qiymət daha yüksəkdir. Belə ki, 1995-ci il nümunələrindən biri iyunun 21-də eBayda 149 dollara, təxminən 253 manata satılıb. Qeyd edək ki, 50 min manatlıq əskinaz 1995-ci ildə Milli Bankın sifarişi ilə İngiltərənin Dera-Ru şirkəti tərəfindən hazırlanıb. Əskinaz 1996-cı ildə dövriyyə buraxılıb və 2006-cı ilədək istifadə olunub.